Namizəd statusunu almaq əslində prosesin başlanğıcı sayıla bilər. Və mən düşünmürəm ki, Gürcüstanın namizəd statusu almağı çox təsadüfi və yaxud da belə deyək də ani verilmiş qərar idi. Gürcüstanın Avropa İttifaqı ilə çox ciddi belə deyək əlaqələri var. Tərəfdaşlıq əlaqələri var. Yəni bu günə qədər 2024-cü ilə qədər ən azından Avropa İttifaqı Gürcüstanın əsas belə deyək müttəfiqlərindən biri sayılırdı. Gürcüstana edilən yardımlar, müxtəlif sahələrə yatırılan yatırımlar bunu göstərir, yoxmu? Məsələn, Gürcüstanın belə deyək konstitusiyasında baş qanununda qeyd olunubdur ki, Gürcüstanın əsas siyasi kursu Avropa institutlarına inteqrasiya etməkdən ibarətdir, yoxmu? Yəni bu təsadüfi bir şey deyildi ki, Gürcüstan misal üçün bu namizəd statusunu qazandı. Sadəcə olaraq təbii ki, hər şeyin geci tezi var və yaxud da bu belə deyək də geosiyasi oyunlar məsələsi var və elə gətirdi ki, digər ölkələrlə birlikdə bilirsiniz ki, yəni Ukrayna idi, Moldova idi. Bu ölkələrlə birlikdə Avropa İttifaqının genişlənməsi siyasəti çərçivəsində Gürcüstana bu namizəd statusu verildi və hər şey buradan başlamalı idi. Digər ölkələr artıq danışıqlara başlayıb bilirsiniz. Hal-hazırda məsələn Gürcüstan bu danışıqlardan olduqca uzaqdır. Bunu da bir mənalı şəkildə qeyd etdi, yəni bildirildi və bundan sonra ölkədə baş verənlər də göz qabağındadır. 2024 noyabr ayından 28 noyabr tarixindən bu günə qədər ölkədə baş verən bütün etirazların ana xətti belə deyək Gürcüstanın Avropaya inteqrasiya yolundan tamamilə yayınması